Azərbaycanın Qazaxstana yatırdığı investisiyaların həcmi 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir. Ticarət dövriyyəsi də yüksələrək 2025-ci ilin ilk 8 ayında 547 milyon dollara çatıb. İki ölkə arasında yaradılması planlaşdırılan 300 milyon dollarlıq Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu enerji, nəqliyyat və sənaye sahələrində birgə layihələri dəstəkləyəcək. Transxəzər nəqliyyat marşrutu və Zəngəzur dəhlizi əməkdaşlığın mühüm istiqamətləri kimi qiymətləndirilir. Rəqəmsal iqtisadiyyat, süni intellekt, sənaye və kənd təsərrüfatı sahələrində də birgə layihələr həyata keçirilir. Hazırda Azərbaycanda 250-yə yaxın Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qazaxıstanda qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı isə 1459-dur. Ən çox Azərbaycan şirkətləri Astanada, Almatıda və Mangistau vilayətində fəaliyyət göstərir.